Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bu video həmişəki kimi kənd təsərrüfatı, bağçılıq, meyvəçilik haqqında olmayacaq. Bu başqa mövzuda olacaq. Mövzu isə hər dəfə bu haqda videolar çəkmək istəyəndə, montaj etmək istəyəndə və yaxud da YouTube kanalıma, TikTok kanalıma videolar yükləmək istəyəndə qarşılaşdığım elektrik enerjisi, yəni işıq problemidir. Və çox təəssüflər olsun ki, 21-ci əsr olmasına baxmayaraq, 2025-ci il olmasına baxmayaraq, bizim kəndimizə hələ də işıq fasilələrlə verilir. Bizim kəndimiz Qusar rayonu Kuzunqışlaq kəndidir və elektrik enerjisinin verilməsində çox böyük problemlərlə üzləşirik. Siz təsəvvür edin ki, demək olar ki, hər gün işıq söndürülür, bayram günündə də söndürülür. Bunun yazı yoxdur, qışı yoxdur, toyu yoxdur, yası yoxdur. Hər an işıq söndürülür. Qurban bayramı günü ayın 6-sı səhər də söndürüldü, günorta da söndürüldü, axşam da işıqlar söndü. Və ayın 7-si axşam saat 8-də işıqlar söndü və ayın 8-i günorta saatlarında bərpa olundu. Və bütün bunların səbəbini mən Azərişıqdan soruşmaq istəyərdim. Yəni, səbəb nədir? Biz bilirik ki, istifadə etdiyimiz elektrik xəttləri, transformatorlar, elektrik dirəkləri artıq çoxdan istismara yararsızdır. Dövlət tərəfindən büdcədən pul ayrıldı, yeni elektrik xəttləri çəkildi, xüsusən də kabel xəttləri çəkildi. Daha təhlükəsizliyi üçün, daha enerjinin daha da qənaəti üçün kabel xəttləri çəkildi. Lakin yeni çəkilmiş kabel xəttləri istismara verilməmişdən artıq istismara yararsız vəziyyətə düşüb. Baxın, bu kabel xəttləri hələ istifadəyə verilməyib. Yeni çəkilmiş kabel xəttlərdir. Görün, nə qədər çat var. Bağlı olmalı olan, yəni izolyasiyası olmalı olan bu kabellər bütün çat-çatdır. Baxın, baxın. Çox keyfiyyətsiz kabellər çəkilib. Çox bütün yəni hətta o hissədə mən oradan görüntü çəkəcəm. Bizdə həyətimizin damı dəmir materialdandır, yəni elektrik keçiriciliyi olan materialdandır. Bütün çatlamış kabel oturur həmin dəmir damın üstünə. Bu da bizim üçün çox böyük təhlükədir. Sabah bunun Allah qorusun, nəsə xoşa gəlməz bir hal baş versə, mən Azərişıqdan soruşmaq istərdim ki, bunun cavabdəhliyini kim daşıyır? Yəni, bu cür təhlükəsizlik qaydalarına əməl etməyərək, heç bir standartları gözləməyərək, ən keyfiyyətsiz kabellərlə elektrik enerjisinin verilməsi nə dərəcədə düzgündür? Yəni, bu cür kabellərlə, bütün kabellər çat-çat, yəni bu cür kabellərlə elektrik enerjisinin verilməsi bu çox təhlükəlidir. Bunlar təzədən dəyişdirilməlidir. Bu da dövlət tərəfindən büdcədən ayrılmış pulun təkrarən ayrılmasına, yəni pulun israfına gətirib çıxardır. Olmazmı ki, bunu normal şəkildə keyfiyyətli kabellərlə çəkəsiniz və biz cəmaət da əziyyət çəkməyək. Düşünürəm ki, kəndimizdə yaranan bu fasilələrlə elektrik enerjisinin verilməsi problemi məhz keyfiyyətsiz çəkilən bu elektrik xəttlərinə görədir. Nə elektrik xəttləri keyfiyyətlə çəkilib, nə transformatorlar normal əlverişli yerlərə qoyulub. Mən videonu çəkəcəm, transformatorlar necə çökək ərazilərə qoyulduğu haqqında videonu paylaşacağım sizinlə. Və bütün bunların səbəbi odur ki, bu cür keyfiyyətsiz çəkilib deyənə bu kabel xəttlərini istifadəyə verə bilmirlər. Ona görə də köhnə elektrik xəttləri ilə bizə enerji verilir. Onlar da artıq çoxdan istismar müddətini bitirdiyinə görə bizdə mütəmadi olaraq elektrik enerjisində problemlər yaranır. Yəni, bunun qışın soyuğu var, insanların evində xəstə var, qoca var, yaşlı var. Onsuz da bizim kəndimizdə, Qusar rayonunun Kuzunqışlaq kəndində 2025-ci il olmasına baxmayaraq hələ də qaz yoxdur. Cəmaətin ümidi yalnız işığa qalıb, o da belə. Yəni, çox əziyyət çəkir. Yəni, internetimiz kəsilir, suyumuz kəsilir, istiliyimiz olmur. Yəni, normal şəkildə biz Azərişıqdan elektrik enerjisini ala bilmirik. Yəni, mən buradan baş idarəyə müraciət eləmək istəyirəm. Xahiş edirəm, bu barədə bir tədbir görülsün və
araşdırma aparılsa ki, nəyə görə biz 2 ildən artıqdır ki, elektrik enerjisinin fasilələrlə verilməsindən əziyyət çəkirik? Səbəb nədir? Niyə bu cür nəzarətsizlik var? Bir də Azərişığın kəndimizdə yerləşdirdiyi yeni transformatorlardan danışmaq istəyirəm. Baxın, 10.000 voltluq transformatordur. Gətirib hara qoyublar? Bu ərazidə ən yararsız, ən çökək, ən belə yağış yağanda, su çox olanda suyun içində qalan çökək bir ərazidə quraşdırıblar. Yəni olmazdımı ki, bu transformatoru 100 metr o yanda daha düzən və geniş ərazi var idi. O qapıdan o tərəfdə, gördüyünüz o qapıdan o tərəfdə cəmi 100 metr məsafə var. Daha geniş ərazi var idi, düzən ərazi. Daha təhlükəsiz, daha əlverişli yer idi. Niyə məhz bura gətirib qoydular, mən başa düşmürəm. Bu heç bir standartlara cavab vermir və bu çox təhlükəlidir. 10.000 volt zarafat deyil, yəni suyun içinə bu balıq deyil, yəni qurbağa deyil ki, bu suyun içində olsun. Bu quru yerdə olmalı olan transformatordur. Və ondan əlavə də bu 3 evin gediş-gəliş yolu idi. 3 ailənin gediş-gəliş yolu idi. Uşaqlarını məktəbə göndərirdilər və bu transformatoru qoydular, bu yolu bağladılar. Artıq buranı nə bilim ot bastı, kol bastı, tikan bastı və hətta xəritədə də belə bu gediş-gəliş yolu kimi qeyd olunub və düz gediş-gəliş yolunun üzərinə transformatoru yerləşdiriblər. Bilmirəm, bunu hansı məntiqlə eləyiblər. Yəni bu həddindən artıq təhlükəlidir. Mən sizə yağışdan sonra yaranmış suyun içində qalan transformatorun videoları da göstərəcəm. Hal-hazırda da belə bura suyun içindədir. Baxın. Baxın. Yəni transformator suyun içindədir. Yəni bu heç də 10.000 voltluq transformatorun yerləşdirilməli yer deyildi. Və bu yolda bayaq qeyd etdiyim 3 ailənin gediş-gəliş yolu idi və buranı da bağladılar. Cəmaət də məcbur qalır, artıq buradan keçə bilmir. Uşaqlarını normal şəkildə məktəbə göndərə bilmir.